Salam dostlar, MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən trigonometrik funksiyalar mövzusunun 8-ci testinin suallarına baxaq. Birinci sual belədir. 1 üstəgələk sinus 2 alfa bölünsün kosinus 2 alfa ifadəsinin qiyməti sadələşdirilmiş halı aşağıdakılardan hansı ola bilər? Biz dərhal birin əvəzinə yazırıq kosinus kvadratı alfa üstəgələk sinus kvadratı alfa. Sinus 2 alfanın yerine ise yazırıq 2 sinus alfa kosinus alfa bölünsün. Bəs məxrəcdəki kosinus 2 alfanın əvəzinə nə yazarıq? Kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa. Beləliklə sürət olur sinus alfa üstəgələk kosinus alfanın mötərizə üstü kvadratı. Məxrəc isə olur kosinus alfa çıxaq sinus alfa vuraq. Kosinus alfa üstəgələk sinus alfa. İndi baxın, kəsirin məxrəci ilə sürətindəki deməli hədlərdən biri ixtisar gedir. Sürətdə qalır sinus alfa üstəgələk kosinus alfa bölək məxrəcdə isə kosinus alfa çıxaq sinus alfa. O da bərabərdir. İndi gəlin kəsirin sürət və məxrəcinə uyğun olaraq hər bir həddini 1 bölünsün kök adda 2-yə vuraq. 1 bölünsün kök adda 2 vuraq sinus alfa üstəgələk 1 bölünsün kök adda 2 vuraq kosinus alfa bölək 1 bölünsün 2 kök adda 2 kosinus alfa çıxaq 1 bölünsün kök adda 2 sinus alfa. O da bərabərdir. 1 bölək kök adda 2, məsələn, sürətdə sinusun qarşısında duran əmsalın əvəzinə yazarıq. Kosinus pi bölünsün 4, vuraq sinus alfa. İkincisini yazarıq. Sinus pi bölünsün 4, vuraq kosinus alfa. Bölək 1 bölünsün kök adda 2-nin əvəzinə yazarıq. Kosinus pi bölək 4, kosinus alfa. Çıxaq sinus pi bölək 4, sinus alfa. O da bərabərdir. Sürət deməli kosinus pi bölək, bağışlayın, sinus pi bölək 4 üstəgələk alfanın açılışıdır. Məxrəc isə uyğun olaraq kosinus pi bölək 4 üstəgələk alfanın açılışıdır. Beləliklə doğru cavab edər tangens pi bölək 4 üstəgələk alfa, yəni doğru cavab A bəndi olar. İkinci ifadəyə baxaq, suala baxaq. İkinci sualda deyilir ki, verilmiş yani x birinci rübün bucağıdır və verilmiş bu bərabərlik doğru olarsa kosinus x'i tapın. Gəlin yazaq. Sinus x üstəgələk 45'i açaq. Sinus x vuraq kosinus 45 dərəcə. Üstəgələk kosinus x vurulsun sinus 45 dərəcə. O da bərabərdir. 3 vuraq kosinus x kosinus 45 dərəcə. Üstəgələk 3 bağışlayın çıxaq. 3 vurulsun sinus x sinus 45 dərəcə. 45 dərəcə. İndi bilirik ki, kosinus 45 və sinus 45 dərəcədə qiymətlər bir-birinə bərabərdir. Ona görə bərabərliyin hər iki tərəfindən kosinus 45 və sinus 45'ləri ata bilərik. Yəni elə bil ki, sinus 45 dərəcəyə və kosinus 45 dərəcəyə bərabərliyin hər iki tərəfini böldük. Beləliklə nə alırıq? Sinus x üstəgələk kosinus x bərabərdir 3 kosinus x çıxaq 3 sinus x. Sinus x'i bərabərliyin soluna, mənfi 3 sinus x'i və kosinus x'i isə bərabərliyin sağına keçirsək alarıq. 4 sinus x bərabərdir 2 kosinus x və buradan alarıq sinus x bölək kosinus x bərabərdir 2 bölünsün 4. Beləliklə tangens x bərabərdir 2'də 1 almış olarıq. Amma bizdən kosinus x'i tapmaq tələb olunur. Biz məlum eyniliyi yadımıza salırıq. 1 üstəgələk tangens kvadratı x bərabərdir 1 bölünsün kosinus kvadratı x. Beləliklə 1 üstəgələk tangens x'in qiyməti 2'də 1 isə kvadratı 4'də 1 olar. Bu bərabərdir 1 bölək kosinus kvadratı x. Beləliklə 4'də 5 bərabərdir 1 bölünsün kosinus kvadratı x. Buradan da kosinus x bərabərdir 2 bölək kök adda 5 və yaxud 2 kök adda 5 bölünsün 5 almış olarıq ki, doğru cavab da D bəndi olar. Gəlin indi üçüncü sualı baxaq. Üçüncü sualı burada şəkil üstündə eləmək istəyərəm. Deyir ki, ABCD kvadratdır, BY YS'yə bərabərdir. Gəlin hər bir bu bərabər tərəflərə A deyək. Onda kvadratın tərəfi 2A'ya bərabər olar. Əgər mən buradakı bucağı, yəni YDS bucağına X desəm, onda digər bucaq, yəni ADY bucağı beta olar. Və mən baxıram ki, beta plus X
bizdə 90 dərəcəyə bərabərdir. Onda belə çıxır ki, buradakı YSD düzbucaqlı sütununda bir iti bucaq x-sə, digəri avtomatik olaraq beta olmalıdır. İndi baxıram ki, burada bir açıq bucaq var. 90 dərəcə beta bucağı, onda sol tərəfdəki BYF bucağı bizdə yenə x-ə bərabər olar. İndi burada biz əgər BYF düzbucaqlı üçbucağına baxsaq, görərik ki, buradakı alfa bucağı həmin bu BYF deməli üçbucağının xarici bucağıdır. Biz də bilirik ki, üçbucağın xarici bucağı, yəni alfa ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni biri x-dir, biri isə B təpəsindəki olan 90 dərəcəli bucaqdır. Deməli, indi bizdən tangens 90 dərəcəni tapmaq tələb olunur. Gəlin onda yazaq. Bağışlayın, tangens alfanı tapmaq tələb olunur. Onda yazırıq, tangens alfa bərabərdir. Tangens alfanın yerinə yazaram. X üstə gələk 90 dərəcə. Bu isə bizə verir mənfi kotangens x-i. İndi biz x bucağının kotangensini tapsaq, cavabı tapmış olarıq. Biz dərhal YSD düzbucaqlı üçbucağına baxırıq və oradan kotangens x-i təyin edirik. Bucağın kotangensini tapanda bitişik katetin, deməli, bucağın qarşısındakı katete olan nisbətini nəzərdə tuturuq. Burada da 2 alırıq. Deməli, onda doğru cavabımız olar mənfi 2, yəni D bəndi. Dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, y bərabərdir sinus 3x vurulsun sinus kubu x funksiyasının əsas dövrünü tapın. Bundan əvvəlki testlərdə biz bir neçə belə funksiyalar verəndə, sinuslu, kosinuslu, tangensli funksiyalar verəndə onların biz əkobunu tapıb asanlıqla deyirdi ki, bunun dövrü nəyə bərabərdir? Düzdürmü? Əsas dövrü. İndi burada siz nə fikirləşə bilərsiniz? Deyərsiniz ki, məsələn, sinus 3x, burada əgər x olsaydı 2 idi, 3x olduğuna görə 2 pi bölü 3 olar. Sinus kubu x-in də dövrü 2 pidirsə, onda 2 pi bölü 3-dən elə 2 pinin dövrü elə bizə 2 pi verər və doğru cavab D bəndi olar. Amma əgər fikir verirsinizsə, orada xətti şəkildə olan funksiyalardan söhbət edir. Yəni, deməli, özdə müxtəlif adlı olan funksiyalar idi. Və orada, belə deyək də, toplamalı, çıxmalı şəkildə olan idi. Amma burada hasil şəkildə. Deməli, biz sadələşmə aparmalıyıq. Birinci bizdə sinus 3x var. Biz dərhal sinus 3 alfanın açılışını yadımıza salmalıyıq. Sinus 3 alfa bu çox nadirən istifadə olunur, amma bu şəkildə də 3 sinus alfa çıxılsın, sinus kubu alfa şəklində, 4 sinus kubu alfa şəklində təyin olunur. Bunu siz Euler düsturunu yazmaqla orada onu tapa bilərsiniz. Yəni isbatı o qədər də o düstur vasitəsindən o qədər də çətin deyil, olduqca asandır. Onda yazaram sinus kubu x, yəni vuruqların yerini dəyişirəm. İndi sinus 3x-in əvəzinə yazıram 3 sinus x çıxaq 4 sinus kubu x. Beləliklə biz alırıq 3 sinus üzəri 4x çıxılsın 4 sinus üzəri 6x. İndi baxırıq ki, hər ikisi sinus funksiyasıdır və hər ikisinin də dərəcəsi cütdür. Cüt olduğuna görə orada ən kiçik, deməli, əsas dövr bizdə pi-yə bərabər olar. 5-ci suala baxaq. 5-ci sualda da eyni qayda ilə əsas dövrünü deyir, tapın. Yazaq fx bərabərdir 4 çıxaq 3 kotangens x bölü 2 çıxaq tangens kvadratı mənfi x. Baxın, kvadrat olduğuna görə bu mənfinin heç bir mənası yoxdur. Elə birbaşa müsbət tangens kvadratı x yazarıq. Üstə gələk kosinus kubu x bölü 3 üstə gələk pi bölünsün 5. İndi baxaq. Birinci kotangens funksiyasına baxaq. Əgər kotangens y bərabərdir kotangens x ya da kx ümumi şəkildə funksiyası verilirsə, onun əsas dövrünü tapanda t bərabərdir pi bölünsün modulda k yazmalıyıq. Deməli, onun əsas dövrü pi-dir, amma kx şəklində pi bölünsün modulda k olur. Beləliklə, kotangens x bölü 2 funksiyası üçün əsas dövrü biz almış oluruq. Bax, yazaq. Kotangens x bölü 2-nin əsas dövrü olur nə qədər? 2 pi. Sonra tangens kvadratı x-dir. Tangens x-in özünün dövrü pi-dir. Amma kvadrat olduğuna görə biz yarıya bölürük, olur pi bölü 2. Deməli, tangens kvadratı x-in əsas dövrü oldu, pi bölünsün 2. Bir də kosinus kubu, biz tək dərəcədən olduğuna görə kosinus kubu x bölü 3 də gələk pi bölü 5-in əsas dövrünü tapanda, deməli yazırıq 2 pi bölü modulda k. K da bizdə nədir? 3-də 1-ə bərabərdir və buradan biz alırıq 6 pi. İndi biz hər üçünün əkobunu tapmalıyıq. Əkob 2 pi, sonra pi bölü 2 və 6 pi. İndi baxaq. 2 pi ilə 6 pi'nin onsuz da əkobu 6 pi olasıdır. Ona görə 2 pi'ni ataq. Yerdə qaldı əkob pi bölü 2 ilə 6 pi və buradan da biz almış olarıq
Elə 6 pinin özünü. Çünki 6 pi elə pi bölü 2'nin özünə də bölünür və doğru cavab da olur. D bəndi. Sonra 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, verilmiş funksiyanın əsas dövrünü tapın. Bax, yazaq. Y bərabərdir sinus x vuraq kosinus x. Baxın dostlar, burada belə bir şey var. Əgər desək ki, qarşıda bir 2 əmsalı olsa idi, bu düsturun açılışına gəlib çıxardı. Deməli, onu da biz 2'yə vurub bölə bilərik. İndi 2 sinus x kosinus x bizə verir sinus 2x. Qabaqda isə qalır 2'də 1. İndi biz artıq asanlıqla tapa bilərik. Sinus 2x'in əsas dövrünü nə cür tapırıq? T bərabərdir 2 pi bölü 2. 2'lər də ixtisar gedir və qalır pi. Yəni doğru cavab olur B bəndi. 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, x deməli 0 pi bölü 2 aralığında olursa, yəni nə 0 nə pi bölü 2'ni alarsa, onda tangens kvadratı x üstə gələk tangens x üstə gələk kotangens kvadratı x üstə gələk kotangens x ifadəsinin qiymətləri çoxluğunu tapmaq bizdən tələb olunur. Mən belə yazaram. Tangens x üstə gələk kotangens x-in mötərizə üstü kvadratı. Baxın. Atsaq, birincinin kvadratı tangens kvadratı x, ikincinin kvadratı deməli kotangens kvadratı x üstə gələk bir də birincinin ikinciyə hasilinin iki misli. Dərhal biz çıxaq yazmalıyıq. Çıxaq birincinin ikinciyə hasilinin iki misli. Yəni çıxaq 2 tangens x kotangens x üstə gələk tangens x-dən kotangens x-in cəmini. O da bərabərdir. İndi baxın, yazırıq tangens x üstə gələk kotangens x-in mötərizə üstü kvadratı. İndi baxın, tangens x-in kotangens x-i hasili bizə 1 verir. Və üstə gələk tangens x üstə gələk kotangens x və çıxılsın 2 şəklində. İndi nə edəyək? Gəlin buradan biz nə edəyək? Burada bir müxtəsər vurma ifadə düsturu yenə yazaq. Üstə gələk, baxın, yazırım 2 vurulsun 2'də 1 şəklində. 2 vurulsun 2'də 1 şəklində yazanda onda üstə gələk ikincinin kvadratı olmalıdır. Yəni burada mənfi 2'ni silək. İkincinin kvadratı nə olar onda bizdə? 4'də 1 özümüz əlavə elədik. Onda çıx 4'də 1. Bir də üstə çıxılsın nə olmalıdır? 2 olmalıdır. O da bərabərdir. İlk 3 hədd bizə verir tangens x üstə gələk kotangens x üstə gələk 2'də 1'in kvadratı və çıxılsın deməli 2 tam 4'də 1, yəni 4'də 9 ifadəsini. Gəlin mötərizənin içindəki ifadəni sadələşdirək. Tangens x-dən kotangens x-in cəmi nə verir? Sinus x kosinus x-də deməli 1 üstə gələk 2'də 1'in kvadratı çıxaq 4'də 9. Buradan da biz nə alırıq? Bərabərdir. İndi baxın, sürət və məxrəci yenə 2'yə vursaq, burada gəlin 2'yə vuraq. Sürətdə alırıq 2 bölünsün, məxrəcdə isə sinus 2x üstə gələk 2'də 1'in kvadratı çıxaq 4'də 9. İndi burada sinus 2x əgər 1 alsa, onda nə olar? Sinus 2x-dən böyük qiyməti 1 daxı. 1'ə bərabər olsa, bu halda nə verir bizə? Deməli 2 bölü 2 üstə gələk 2'də 1'in kvadratı çıxaq 4'də 9. Bu eləyir 1 tam 2'də 1, yəni 2'də 3'ün kvadratı çıxaq 4'də 9. Bu da bizə verir nə? 0. Doğrudurmu? 4'də 9 və elədi 0. Sonra biz hesablayaq digərini. Yəni 2 bölünsün. İndi sinus 2x'in burada ən kiçik qiymətini tapmaq lazımdır. Düzdürmü? Ən kiçik qiyməti nəyə bərabərdir görək? Sinus 2x'in yerinə biz mənfi 1 qoysaq, mənfi 1 üstə gələk 2'də 1. Burada mən səhv yazdım. Müsbət 1 qoymalıydıq. Müsbət 1 qoymalıydıq. Bağışlayın. Müsbət 1 qoyanda niyə mən 2 qoydum? Müsbət 1 qoyub cavab birbaşa 2 düşündüm. 2 bölək 1 üstə gələk 2'də 1. Bu eləyir 2'də 5'in kvadratı. Yəni 4'də 25 çıxılsın 4'də 9. Burada da elədi 16. 16 böl 4 o da bizə verdi 4. Deməli bu ifadənin ən kiçik qiyməti 4'ə bərabərdir. Niyə? Çünki biz deməli sinus 2x'in qiymətlər çoxluğu mənfi 1, 1 aralığıdır. 1'dən biz sıfıra doğru yaxınlaşdıqca kəsirin məxrəcin qiyməti böyür və sonsuzluğa gedir. Əgər mən sinus 2x'in yerinə 0 qoysam, 2 bölək 0'ı bizə sonsuzluq verər. Ondan 4'də 9 çıxsaq yenə sonsuzluq qalar. Deməli onda bu ifadənin qiymətlər çoxluğu 4 müsbət sonsuzluq arası olar. 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, verilmiş ifadənin qiymətlər çoxluğunu tapın. Yəni yazaq y bərabərdir birbaşa 7 vurulsun sinus kvadrat x-i dərəcəni aşağı salma ilə yazsaq 1 çıxılsın kosinus 2x bölü 2.
Sonra çıxaq 3 vurulsun kosinus kvadrat x-in əvəzinə 1 üstə gələk kosinus 2x bölək 2 və üstə gələk 2-də 1. O da y-də bərabərdir 2-də 7 çıxaq 7 kosinus 2x. Sonra çıxaq 3 kosinus 2x üstə gələk 1. Beləliklə 7-dən 3 çıxıb üzərinə 1 gəldikdə 5 çıxaq 10 kosinus 2x bölünsün 2. İndi kosinus 2x'in qiymətlər çoxluğu -1 1 parçasına daxildir. Onda bir dəfə -1 qoyarıq. 5 çıxılsın 10 vurulsun -1 bölək 2. Buradan alarıq müsbət 7,5. Bir dəfə də müsbət 1 qoyarıq. 5 çıxılsın 10 vurulsun 1 bölünsün 2 və biz -2,5 almış olarıq. Beləliklə bu funksiyanın qiymətlər çoxluğu -2,5 ilə müsbət 7,5 parçası olar. Yəni doğru cavab edər A bəndi. 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, sinus alfa bərabərdir kök altında 7 bölək 4 və alfa ikinci rübün bucağı olarsa, yəni pi bölək 2 ilə pinin arasında deməli ikinci rübün bucağısa, kotangens alfanı tapın. Deyir, burada bu yazılışda bu transkripsiya işarəsi tam hissəni göstərir. Dərhal biz kotangens alfanı nə cür tapacağımızı qərarlaşdıraq. Yazaq ki, 1 plus kotangens kvadratı alfa bərabərdir 1 bölünsün sinus kvadratı alfa. Yəni 1 üstə gələk kotangens kvadratı alfa bərabərdir 1 bölünsün. Sinus alfanın qiyməti kökətdə 7 bölək 4'ü kvadratı eləyir. 7 bölünsün 16. Tərsinə çevirsək olar demək 16'da 7, burada da olar 7'də 16. Beləliklə kotangens kvadratı alfa bərabərdir 7'də 9. Kotangens alfanı tapsaq hər tərəfdən kök almalıyıq. Amma ikinci rübdə kotangens mənfi olduğunu yadımıza salmalıyıq. Beləliklə olar -3 bölünsün kök altında 7. Məxrəzi də irrasionallıqdan azad eləsək, olar -3 kökətdə 7 bölək 7-yə. İndi bu kotangens alfanın özünün deməli aldığımız cavabıdır. Və bunun tam hissəsini biz nə cür tapa bilərik? Onun üçün nə edirik? Dərhal yazırıq ki, artıq -3 vurulsun. Kökətdə 7-dən təxminən neçə çıxır? 2,5. Çünki 2,6'nın kvadratı altdan %76 bir dəqiqə. Deməli 2,6'nın kvadratı altdan %76 edir. Bəli, təxminən 2,6 çıxır. Onda 2,6 bölünsün 7 yazsaq, bu da bizə verir -7,8 bölək 7. O da bərabərdir -1 tam nə qədərsə. Deməli, bir tutaq ki, -1,1 deyək. Bunun tam hissəsi nə qədərdir? -2, kəsr hissəsi də müsbət 0,9'dur. Deməli, onda belə çıxır ki, verilmiş bu kotangens alfa funksiyasının artıq tam hissəsi -2'yə bərabər olar ki, doğru cavabda E bəndi olar. 10-cu sualda bunun oxşarıdır. Bu səfər bizdən kəsr hissəni tapmaq tələb olunur. Yazırıq ki, kotangens alfa bərabərdir -2'də 1'dir və alfa 4-cü rübün bucağıdır və bizdən sinus alfanın kəsr hissəsini tapmaq tələb olunur. Dərhal biz yenə də eyni düsturdan istifadə edirik. 1 plus deməli kotangens kvadratı alfa bərabərdir 1 bölək sinus kvadratı alfa. Onda 1 üstə gələk -2'də 1'in kvadratı eləyir 4'də 1 bərabərdir 1 bölək sinus kvadratı alfa. Deməli 4'də 5 bərabərdir 1 bölək sinus kvadratı alfa. Buradan da sinus alfa bərabərdir 2 bölək kök altında 5 almış olaraq. Bir şərtlə sinus alfa 4-cü rübdə mənfi qiymət alır. İndi burada əgər biz kəsri sürət deməli kəsri məxrəzini irrasionallıqdan azad eləsək biz alarıq -2 kök altında 5 bölünsün 5. İndi baxın kök altında 5'dən təqribən 2,2 çıxır. Onda sinus alfanın gəlin qiymətinə baxaq. -2 vuraq 2,2 bölək 5. Deməli 4,4'ü 5'ə bölündə edir 0,88. Deməli bunun tam hissəsini tapsaq -1 üstə gələk kəsr hissəsi də 0,12'dir. Düzdürmü? Yəni bu hissəni düz yazaq. Deməli bunun kəsr hissəsi müsbət olmalıdır. Ona görə biz nə etməliyik? Aldığımız, yəni bu sinus üçün aldığımız ifadədən biz tam hissəni çıxmalıyıq. Mənfi eləyir müsbət olur 1 çıxılsın 2 kök altında 5 bölünsün 5. O da doğru cavabda A bəndinə uyğun gəlir. Sonra 11-ci suala baxaq. 11-ci sualda çevirmə düsturlarda sadəcə olaraq burada tamla verir ki, biraz çaşqınlıq yaransın. Dərhal yazırıq sinus 7 pi üstə gələk alfanı belə yazarıq. 2 dənə daha doğrusu 3 dənə 2 pi var, 6 pi eləyir. Bir dənə də pi üstə gəl alfa yazarıq. 3 dənə 2 pi, yəni 3 dəfə çevirənin başına tam dolandıq. Ad dəyişmir, işarə dəyişmir. Yerdə qalır sinus pi üstə gələk alfa, o da bizə verir mənfi sinus alfanı. Digər tərəfdən kosinus
7 tam 15 pi çıxaq alfa. Bunu bu şəkildə yaza bilərikmi? Deməli 3 dənə 2 pi var. Bu eləyir 6 pi. Bir dənə yarım 1 tam onda 5 pi qalır. Yəni 3 pi bölə 2 çıxaq alfa. Eyni ilə 3 dəfə çevrənin başına dolanırıq, lazım deyil. Kosinusda 3 pi bölə 2 çıxaq alfada həm ad, həm də işarə dəyişir və olur mənfi sinus alfa. Eyni ilə tangens, baxın, burada tangens tək funksiya olduğuna görə mənfini birbaşa qabağa çıxardıram. Olur 3 tam onda 5 pi çıxaq alfa. 3 tam onda 5 pini də bu şəkildə yaza bilərikmi? 2 pi üstə gələ 3 pi bölə 2. Yəni 2 pi bir də 1 tam onda 5 pi. Çıxılsın alfa. Yenə də 2 pi də ad dəyişmir. Amma 3 pi bölə 2 olduğuna görə tangens adını dəyişir. 3-cü rübdə isə tangens müsbət olduğuna görə, çünki 3 pi bölə 2 çıxaq alfa 3-cü rübün bucağıdır. Orada ancaq işarə dəyişirdi. Qarşıda isə bir mənfi var. Deməli, kəsirin sürətindəki artıq bu 3 dənə trigonometrik funksiyaları çevirməyə məruz qoyduq. Gəlin məxrəcə baxaq. Kosinus 4,5 pini yazıram. 4 pi üstə gələk 0,5 pi, yəni pi bölə 2 üstə gələk alfa. 4 pilər tam dövrdə gedər. Qalar onda mənfi sinus, deməli alfa. Sonra kosinus 3,5 pi üstə gələk alfa. Bunu nə cür yaza bilərik? Deməli, bir dənə 2 pimiz var. Bir dənə də 3 pi bölə 2'miz var. Yəni bir dənə tam dövr və bir tam onda 5 pimiz qalır. Üstə gələk alfa. 2 pi tam dövrdə getdi. 3 pi bölə 2-də ad dəyişir, olur sinus alfa. Amma 4-cü rübün bucağı olduğuna görə 4-cü rübdə kosinus müsbət olur. Yəni olur müsbət sinus alfa. Və tangens 3 pi üstə gələk alfa. Onu da yazarıq. 2 pi üstə gələk pi üstə gələk alfa şəklində. 2 pi də ad dəyişmir. Yəni tam dövrdür. Pi plus alfa 3-cü rübə düşür. 3-cü rübdə isə tangens müsbətdir. Pi də ad dəyişmir. Olur müsbət tangens alfa. İndi gəlin bu uzunluqda, bu böyüklükdə olan misal daha sadə şəkildə yazaq. Deməli, sürətli olmalıdır. Mənfi sinus alfa vur mənfi sinus alfa vur mənfi kotangens alfa. Məxrəcdə isə olur mənfi sinus alfa, müsbət sinus alfa və tangens alfa. İndi baxın, mənfini mənfiyə vuranda müsbət, məxrəcdəki mənfi ilə sürətdəki mənfi də ixtisar oldu. Beləliklə, biz sinuslarda ixtisar aparsaq, yerdə qalır kotangens bölək tangens alfa. Bunu da bu şəkildə yaza bilərik. Kotangens alfa vuraq, 1 bölünsün tangens alfa. 1 bölək tangens alfa bizə kotangens alfa verir. Kotangens alfaya da vurduqda kotangens kvadratı alfa almış olarıq ki, doğru cavab olar E bəndi. Sonra 12-ci suala baxaq. 12-ci sualda deyirik ki, verilmiş ifadənin qiymətlər çoxluğunu tapın. Deyək ki, bizim bir y funksiyamız var. O funksiya kosinus kvadratı alfa çıxaq, modulda sinus alfa şəklindədir. Kosinus kvadratı alfanın əvəzinə yazarıq. Deməli, 1 çıxılsın 2 sinus kvadratı alfa. Yox, bağışlayın. 1 çıxılsın sinus kvadratı alfa. 1 çıxaq sinus kvadratı alfa. Çıxılsın modulda sinus alfa şəklində. O da bərabərdir 1 çıxaq sinus kvadratı alfanın əvəzinə yazaq. Sinus alfanın modulunun kvadratı çıxaq modulda sinus alfa. Beləliklə, mənfini ortaq vuruq çıxartsam, modulda sinus alfanın kvadratı yerdə qalır müsbət modulda sinus alfa. İndi baxın, 2 misli vuraq 2'də 1, üstə gələ ikincinin kvadratı 4'də 1. Mən indi mötərəzəni açsam, mənfi müsbət 4'də 1 eləyir mənfi 4'də 1. Ona görə mən müsbət 4'də 1 əlavə eləməliyəm. Bir də mənim əlimdə bir 1 var idi. Beləliklə, mənim funksiyam olur mənfi mötərəzədə modulda sinus alfa, üstə gələk 2'də 1'in kvadratı, üstə gələk 1 tam 4'də 1, yəni 4'də 5. İndi nə edirəm? Mən baxıram ki, bu mötərəzənin içinin 0 olma şansı yoxdur. Modul sinus alfa funksiyasının qiymətlər çoxluğu 0,1 parçasıdır. Bir dəfə 0 qoyaram. 0 qoysam onda nə olur? Mənfi 0 üstə gələk 2'də 1'in kvadratı, üstə gələk 4'də 5. Buradan da alıram mənfi, deməli müsbət 1. Digər tərəfdən bunun yerinə 1 qoysam, yəni sinus alfanın, modul sinus alfanın ən böyük qiyməti 1'dir. Onda mənfi mötərəzəsində 1 üstə gələ 2'də 1'in kvadratı, üstə gəl 4'də 5. O da elədi mənfi 4'də 9 üstə gələk 4'də 5. O da bizə verdi mənfi 1. Deməli, verilmiş funksiyanın qiymətlər çoxluğu mənfi 1 parçası olar. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyir, bu bərabərlik doğru olarsa, A üstə gəlir B cəminin müxtəlif tam qiymətlərinin sayını tapın. Baxın, kosinus 2x düzdür. Mən bunu açaram. Kosinus kvadratı x çıxılsın sinus kvadratı x şəklində. Mən sonra bizə verilən ifadənin özünü yazaram. Yazaram kosinus modulda a çıxılsın 2 qüvvəti x çıxaq sinus qüvvəti modulda b üstə gələk 1 x. İndi baxın.
Burada belə çıxır ki, modulda A çıxılsın 2 müsbət 2-yə bərabər olmalıdır və modulda B üstə gələk 1 də o da 2-yə bərabər olmalıdır. İndi biz deməli 2 dənə modul təyin edirik. A çıxar 2 ya 2 olmalıdır ya da A çıxar 2 mənfi 2 olmalıdır. Birinci halda A1 üçün biz 4 alırıq, ikinci halda 0 alırıq. Eyni qayda ilə B üstə gələk 1 2-yə bərabər olmalıdır. Bir də B üstə gələk 1 mənfi 2-yə bərabər olmalıdır. Birinci halda B-yə 1 alırıq, ikinci halda isə B-yə deməli mənfi 3 alırıq. İndi baxın, müxtəlif qiymət tam qiymətlərin sayını deyir. Cəminin müxtəlif tam qiymətlərin sayını tapın. Bir dəfə A1 ilə B1-i toplayıram. Yəni 4-ün üstə 1 gəlirəm 5. Sonra A1 ilə B2-ni toplayıram. Yəni 4-ün üstə mənfi 3 gəlirəm, eləyir müsbət 1. Sonra A2 ilə B1-i toplayıram, alıram deməli 0 üstə gələk 1 bərabərdir 1. Bir dəfə də A2 ilə B2-ni toplayıram. Alıram 0 üstə gələk mənfi 3 bərabərdir mənfi 3. İndi baxın. Burada deyir cəminin müxtəlif tam qiymətlərinin sayını tapın. 1, 2 və 3 ədəd. Amma doğru cavabı E bəndi verir. Bəlkə mən hardasa nəyisə səhv eləyirəm ya da ümumiyyətlə cavabda yanlışlıq var. Ona görə mən doğru cavabın B olduğunu düşünürəm. Əgər bu mənim nəzərdən qaçırdığım nəsə varsa da onu videonun şərh bölməsində qeyd edə bilərsiniz. Həm mən özüm öyrənirəm, həm də yerdə qalan yoldaşlar izləyərkən çətinliklə qarşılaşmış olmasınlar. Yəni onlar yanlış bir şey öyrənmiş olmasınlar. Əgər mənim yenə də səhvim varsa da buna görə də əvvəlcədən üzr istəyirəm. 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, kosinus 2 arc tangens 3'ü hesablayın. Yəni bunu səlqə ilə yazaq. Arc tangens 3. Arc tangens 3'ü ifadəsinin qiymətini hesablayın. İndi mən nə edirəm? Arc tangens 3'ə bir alfa deyirəm. Onda nə olur? Kosinus 2 alfa. Doğrudurmu? Kosinus 2 alfanı nə cür açaram? Yazaram ki 2 kosinus kvadratı alfa çıxaq 1 şəklində. Yaxşı. Mən indi kosinus kvadratı alfanı, yəni kosinus 2 kosinus kvadratı arc tangens 3'ü hesablamalıyam. Çıxaq bir də 1 var. Deməli mən kosinus kvadratı arc tangens 3'ü hesablasam yerdə qalan asandır. Dərhal yazıram. 1 üstə gələk tangens kvadratı alfa bərabərdir 1 bölək kosinus kvadratı alfa. Buradan kosinus kvadratı alfa bərabərdir 1 bölək 1 plus tangens kvadratı alfa almış olaram. Yəni kosinus kvadratı arc tangens 3 bərabərdir 1 bölünsün 1 üstə gələk tangens kvadratı arc tangens 3. O da bizə nə verər? Deməli tangens arc tangens 3 verir. Tangens kvadratı arc tangens 3 isə bizə 9 verir. Yəni 3'ün kvadratına 1 üstə gələk 9. Bu da 10'da 1. Beləliklə biz alırıq kosinus 2 arc tangens 3 bərabər olmalıdır. 2 vuraq 10'da 1 çıx 1. O da bərabərdir mənfi 5'də 4'ə. Və doğru cavab da olar B bəndi. Sonra 15-ci suala baxaq. 15-ci sualda belə bir ifadənin qiymətini tapmaq tələb olunur. Sürətdə baxırsınız ki, tangenslərin hasili, məxrəcdə isə sinus kvadratların hasilidir. Mən nə edirəm? Gəlin tangensin arqumentlərini, yəni bu pi bölək 7 ilə 5 pi bölək 14'ü bir toplayaq. Pi bölək 7'nin üstünə 5 pi bölək 14 gəlirəm. Ortaq məxrəc olur 14. 14'də 2 pi üstə gələk 5 pi. Elədi 7 pi bölü 14. 7 ilə də 14 ixtisar gedir. Pi bölü 2 qalır. Deməli bu iki bucağın cəmi pi bölü 2. Yəni 90 dərəcə verir. Onda 5 pi bölək 14'ün qiyməti nəyə bərabərdir? Pi bölək 2 çıxılsın pi bölünsün 7. Yəni tangens pi bölək 7 vuraq. Tangens 5 pi bölək 14'ün əvəzinə yazıram. Pi bölək 2 çıxaq pi bölək 7. Mən də bilirəm ki pi bölək 2'də ad dəyişir. Pi bölək 2 çıxaq alfa birinci rübdür. Bu da bizə verir. Tangens pi bölək 7 vuraq. Müsbət kotangens pi bölünsün 7 və hasil bizdə 1'ə bərabərdir. Sonra pi bölək 10 məxrəcdə də eyni əməliyyat aparaq və 2 pi bölək 5'in cəmini toplayıb sadələşdirsək yenə alırıq 10'da deməli 5 pi. Bu da bizə verir yenə pi bölək 2. Deməli 2 pi bölək 5'i biz tapsaq buradan pi bölək 2 çıxılsın pi bölək 10 almış olarıq. Yəni sinus kvadratı pi bölək 10 üstə gələk sinus kvadratı 2 pi bölək 5'in əvəzinə yazaram. Pi bölək 2 çıxaq pi bölünsün 10. Və bu da bizə verir sinus kvadratı pi bölək 10 üstə gələk kosinus kvadratı pi bölək 10 və bu da bizə verər 1. Deməli kəsinin sürətlə məxrəc də 1 olduğuna görə 1'i 1'ə böldükdə yenə biz 1 almış olarıq və doğru cavab olar B bəndi. 16-cı suala baxaq. ABC və DEF üçbucaqlarında tərəflərin hamısının uzunluqlarını verir. 2 bu dənə bucaq verir və bizdən kosinus alfa üstə gələk betanı tapmaq tələb olunur. Yaxşı. Kosinus alfa plus betanı tapmalıyam, düzdürmü? Bunun açılışı nədir bizdə? Kosinus alfa, kosinus beta
çıxaq sinus alfa, sinus beta. Gəlin birinci biz onda kosinus alfanı tapaq. Bunun üçün biz kosinuslar teoremini tətbiq edirik. Deməli, bucağın, alfa bucağın qarşısındakı tərəf, yəni 8-in kvadratı bərabərdir. Bucağa bitişik tərəflərin kvadratları cəmi çıxılsın 2 vurulsun onların hasilinin həmin bucağın kosinusuna hasili. Deməli, 64 bərabərdir. 25-in üstə 49 gələndə eləyir 74. Çıxaq, deməli 70 kosinus alfa və buradan kosinus alfaya biz alırıq müsbət 7-də 1. Deməli, burada alfa bucağı iti bucaqdır. İndi baxaq ikinci deməli hissəyə, yəni beta bucağından olan hissəyə. 8-in kvadratı bərabərdir. 3-ün kvadratı üstə gələ 7-nin kvadratı, çıxaq 2 vuraq, 3 vuraq, 7 vuraq kosinus alfa. Deməli 64 bərabərdir. 9 üstə gələk 49, çıxaq 42 kosinus alfa. Baxın, 49-un üstə 9 gəndə 58, 64-dən 58 çıxanda qalır deməli 6, özü müsbət 6 bərabərdir mənfi 42 kosinus alfa. Kosinus alfa da bərabərdir mənfi 7-də 1. Bağışlayayım, alfa yazmışam hamısına beta. Bunların hamısı beta olmalı, düzür hesab edeyim. Beta, bu beta, beta, beta və beta. İndi mənfi 7-də 1 olmalıdır. İndi mən baxıram ki, kosinus alfa bərabərdir mənfi kosinus betaya. O nə zaman olurdu? Əgər alfa ilə betanın cəmi 180 dərəcə olarsa. Çünki kosinus, məsələn, buradan betanı tapsam, kosinus beta bərabərdir nə olur? Kosinus 180 dərəcə minus alfa, o da bizə mənfi kosinus alfa verir. Deməli, həqiqətən də bərabərlik doğruymuş. Onda bu ikisinin cəmi bizə 180 dərəcə verirsə, kosinus alfa üstə gələk beta, yəni konkret olaraq kosinus 180 dərəcənin qiymətini tapmaq lazımdır ki, o da bizə mənfi 1 verər. Sonra 17-ci suala baxaq. 17-ci sualda sadələşmə tələb olunur. Kotangens 20-nin yerinə yazaram kosinus 20 dərəcə bölək sinus 20 dərəcə üstə gəl 1. Eyni qayda ilə kosinus 20 dərəcə bölək sinus 20 dərəcə çıxaq 1. Deməli, kəsirin sürətində olur. Sinus 20 dərəcədə kosinus 20 dərəcə üstə gələk sinus 20 dərəcə. Bir də məxrəcdə də sinus 20 dərəcədə kosinus 20 dərəcə çıxaq sinus 20 dərəcə. Sinus 20 dərəcələr ixtisariyyə, baxın, kəsirin sürətindəki ifadə nəyin açılışıdır? Kök altında vuraq, kök altında 2 vuraq sinus 45 dərəcə üstə gələk 20 dərəcənin. Məxrəcdəki ifadə isə kök altında 2 vurulsun kosinus 45 dərəcə üstə gələk 20 dərəcənin açılışı. Beləliklə kök altılar ixtisariyyə sinus 65 dərəcə bölək kosinus 65 dərəcə almış olarıq ki, bu da bizə tangens 65 dərəcəni verir ki, doğru cavab da B bəndidir. Burada dərəcələri yazmayıblar. Hamısında dərəcə olmalıdır. 18-ci suala baxaq. 18-ci sualda belə bir bərabərliyin 1 olduğunu verir və deyir bu bərabərlikdən x-in ən kiçik müsbət qiymətini tapın. Dərhal eləyirik. Dərəcəni aşağı salma düsturlarından istifadə edirik. Yazırıq ki, sinus kvadratı üçün 1 çıxaq kosinus, deməli 2 alfa olmalıdır. Birbaşa vururam. 2 alfanın yerinə də x üstə gələk, y üstə gələk pi bölü 3 durur. Yəni 2x üstə gələk 2y üstə gələk 2 pi bölü 3. Bölək nəyə? 2-yə. Eyni qayda ilə üstə gələk 1 çıxılsın kosinus, yenə 2-yə vururuq. 2x çıxaq 2y çıxaq 2 pi bölək 3 bölək 2, o da bərabərdir 1. İndi ifadənin hər bir həddini 2-yə vursaq, yəni bərabərliyin hər iki hissəsini 2-yə vursaq, onda 2-lər ixtisar gedər və belə bir şey olar. 1 üstə gəl 1, yəni 2 çıxaq mənfidir kosinus. Deməli, gəlin birinə alfa yazaq, digərisi olsun kosinus beta, özdə mənfi kosinus beta. O da bərabərdir 2. Baxın, buradan onu da alırıq ki, kosinus alfa üstə gələk kosinus beta bərabərdir 0 olmalıdır. Yəni, kosinus mötərəzə içində 2x üstə gələk 2y üstə gələk 2 pi bölək 3. Deməli, üstə gəlinsin kosinus 2x çıxaq 2y çıxaq 2 pi bölək 3 bərabər 0 olmalıdır. Beləliklə, cəmi hasilə çevirsək, 2 vurulsun, kosinus bucaqları toplayıb yarıya bölür. Yəni 2x üstə gələk 2y üstə gələk 2 pi bölək 3 üstə gələk 2x çıxaq 2y çıxaq 2 pi bölək 3 bölünsün 2-yə. Bir də vurulsun kosinus, onların hasilində gəlin altdan yazaq. Deməli, fərqində altdan yazaq. 2x üstə gələk 2y üstə gələk 2 pi bölək 3-dən çıxmalıyam 2x-i, üstə gəlməliyəm 2y, üstə gəlməliyəm 2 pi bölək 3-ü. Yəni işarə əksini dəyişir və bölürəm 2-yə və beləliklə alıram 0. İndi baxın, bizə birinci hissə lazımdır. Nə üçün? Çünki buradan baxırıq ki, 2y-lər, 2 pi bölək 3-lər islah olur və mən nə alırım? 2 vurulsun kosinus, 2x üstə 2x yəni 4x yarısı 2x vurulsun
Kosinus baxın indi burada mənfi 2x, mənfi 2, müsbət 2x-dən islah olur. 2y üstə 2y yəni 4y, yarısı 2y. 2 pi bölü 3'dən 2 dənədir. Onu da yarıya bölündə yenə 2 pi bölü 3 qalır. Və bərabərdir 0. İndi hasilin 0 olması üçün vuruqların hər biri ayrı-ayrılıqda 0 olmalıdır. Beləliklə 2x, kosinus 2x bərabər 0 olmalıdır. Ona görə 2x bərabərdir. Kosinus 0-ı nə vaxt alır? 90 dərəcədə. Beləliklə x də bərabərdir. Pi bölünsün 4, yəni A bəndi olmalıdır. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, bu ifadənin ən böyük qiymətini tapın. Birbaşa deyirəm. Birinci və ikinci ifadənin hər birini ayrı-ayrılıqda kvadrata yüksəldib toplamaq lazımdır. Yəni sinus kvadratı alfa üstə gələk kosinus kvadratı beta üstə gələk 2 sinus alfa kosinus beta bərabərdir 3 bölünsün 4. Eyni ilə sinus kvadratı beta üstə gələk kosinus kvadratı alfa üstə gələk 2 sinus beta kosinus alfa bərabərdir 5 bölünsün 4. İndi mən tərəf-tərəfə toplasam, baxın. Sinus kvadratı alfa kosinus kvadratı alfa cəm elədi 1. Kosinus kvadratı beta sinus kvadratı cəm elədi 1. Üstə gələk 2-nin də ortaq vuruq çıxarsaq. Mötərizə içində sinus alfa kosinus beta üstə gələk sinus beta kosinus alfa bərabərdir 4-də 9, 4-də 8 eləyir. O da bizə 2 verir. Baxın 1 üstə gələk 1, 2. 2 ilə 2 ilə getdi, qaldı sağ tərəfdə 0. Beləliklə 2 vurulsun. Sinus alfa plus beta bərabərdir 0'dır. Beləliklə sinus alfa plus beta bərabərdir 0 olmalıdır. Əgər sinus 0'dırsa da, sinus 0'dırsa, onda kosinüsün ən böyük qiyməti 1'dir. Beləliklə kosinus alfa plus beta 1'ə bərabər olmalıdır. Amma ən kiçik qiymət desəydi, mənfi 1'i biz götürməli idik. Və 20-ci suala baxaq. Deməli, doğru cavab oldu 1. 20-ci sualda deyilir ki, verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın. Y bərabərdir 4 kosinus kvadratı x çıxaq 12 kosinus x üstə gəl 9. Bu nəyin açılışıdır? Diqqətlə baxsaq görürük ki, bu 2 kosinus x çıxaq 3 mötərizə üstü kvadratın açılışıdır. Normalda nə fikirləşərsiniz? Deyirsiniz ki, mötərizənin içində ifadə var, başında kvadrat var. Rahat bunun ən kiçik qiyməti 0'dır. Yəni A-dır ya da Y-dir. Amma elə deyil. Kosinus x-in qiymətlər çoxluğu mənfi 1 bir parçasıdır. Bir dəfə biz mənfi 1 veririk. Baxaq görək ümumiyyətlə bu ümumiyyətlə belə bir şey fikirləşək. Bu mötərizənin 0 olması üçün kosinus x hökmən 1,5 olmalıdır ki, siz onu 2'yə vurub 3 alasınız, 3'də çıxanda 0 qalır. Amma biz də bilirik ki, kosinus x 1,5 ola bilməz. Deməli bu funksiyanın ən kiçik qiyməti 0 deyil. Yəni avtomatik A bəndi ilə E bəndi yoxa çıxır. Başında kvadrat olduğuna görə mənfili cavab da ola bilməz. Yəni C bəndi ilə D bəndi də avtomatik gedir. Deməli onda bizim cavabımız avtomatik 1 qalır. Yəni görə həqiqətən də elədirmi? Bir dəfə mənfi 1 qoyuruq. 2 vurulsun mənfi 1 çıxaq 3'ün kvadratı eləyir. Mənfi 5'in kvadratı bərabərdir 25. Ən böyük qiymət 25 oldu. Bir dəfə də 2 vurulsun 1 çıxaq 3'ün kvadratı bərabərdir mənfi 1'in kvadratı, o da elədi 1. Deməli bu parça oldu 1,25 parçası və doğru cavab da oldu B bəndi. Beləliklə biz deməli 8-ci testin suallarına da baxdıq. Ümid edirəm hər hansı bir səhvə yol verməmişəm. Əgər hər hansı bir səhvlə qarşılaşdığınız videonun şərh bölməsində qeyd edə bilərsiniz. Həmçinin kim daha səmərəli və asan üsullarını bilirsə də videonun şərh bölməsində qeyd edə bilər ki, həm mən, həm də yerdə qalan digər izləyicilər faydalana bilsinlər. Sağ olun, diqqətiniz üçün təşəkkür ederim.